zengin bir ölkə. Utan verici bir görüntüdür. İlham Əliyev niye bu Azərbaycanda olan gəlirdən Azərbaycan üçün texnika almır? Niye? Səbəb? Niye? Qar yağdı, yaşlı xanımlarımız əllərində lapatka ilə qarı təmizləyirlər. Bu şərəfsiz bəzi polislər əllərində duz yerə səpirlər. Vallahi utanç verici bir görüntüdür. Mən utanıram, şəxsən mən Azərbaycanda olduğum üçün utanıram ki, bu qədər zənginliklə məşhur olan bir ölkə, Türkiye'ye pulsuz qaz verən, başqa ölkələrə pulsuz qaz verən bir ölkə, nefti ilə, hər bir zənginliyi ilə tanınan bir ölkə, nədənsə bir texnika alıb, İlham Əliyev bir texnika alıb, yollara duz səpməkdən ötəri o texnikadan istifadə eləmir. Bu şərəfsiz polislərdən istifadə edir. Bu evi yerə soxma, İlham Əliyev. Bu evi yerə